Qəbələ rayonunun Bum qəsəbəsindən olan şəhidimiz Süleymanov Vasif Aykiboğlunun 7-si 10-cu ay 2025-ci il tarixində 5-ci il anım günü keçirilib. Mərasimdə iştirak edib şəhid ailələri, qazilər, veteranlar, din xadimləri, media işçiləri. Səsləndirdi İbrahimova Əfsanə, Haqq Səsi TV1-in əməkdaşı. Allah şəhidlərimizi rəhmət etsin, ailələrinə səbir versin. Artık salamlardan değer verir, değerli sahip bırakılan hamdülillah haram, haydarlarına, buradan zamanla, Allah şehitlerimizi yerin cennetli eylesin herkese. Ortadan göz alacaksan, vatanın koynunda köz alacaksan, hele yazılmamış söz alacaksan, gözlerine bir de bakın vazifim. Bunda oldular şehit, 44 gün sürdü, tarihe yazdı, oğluna yasta sağlanan şehit. Vətən sevgisiyle yola salındı, şehitler ölmez, vətən bölünmez, yolunu gözleri